Salamlar, vaxtınız xeyir olsun. Mən Abgözəl Lakşin, insan psixologiyası metodisti. Günümüzdə bir şablon bir ifadə var, hətta biraz yarı doğru və yarı kobud səslənir. Deyilir ki, ayağının birliyini sənin başın bilmir. Bu, əslində hansı metodologiyadan və ya nədən qaynaqlanır və harada deyilir? Adətən bir şirkətə və ya hər hansı bir dövlət qurumunda işə düzələn yeni bir şəxs keçir içəri görür ki, zamanla bütün işi buna yükləyirlər və ad olur ki, səni yoxlayırıq, narahat olma. Və bir müddətdən sonra aradan zaman keçir, bu adam hiss edir ki, bu həmin ofis daxilində əksəriyyət insan nə öz işini bilmir, nə də savadına görə deyil, hər hansı maddiyyatdan və yaxud kimlərinsə əlindən gəlib həmən işə düzəlibdir. Və nəticədə zamanla həmin belə bir ifadə yaranır və həmin şəxs artıq özünü orada görə bilmir. Çünki bu adam bura keçmək üçün test, müsahibə və etap intervyular daxil, müsabiqələr daxil, toplam və test və müsahibənin ümumi ikisi bir yerdə müsabiqə gedir. Bunlar daxil bu adam gəlib burada, düzdürmü? Burada səhv hər hansı fikir ola bilməz. Çünki neçə mərhələdən keçib gəlir və gəlib əziyyətin qarşılığında hər hansı bir savadsız və yaxud dırnaq arası kimlərinsə əlindən ora gələn şəxs gördü də, bu qədər əziyyətindən insan nifrət edir. Niyə? Çünki bir ifadə var, heç kəs heç kəsdən artıq deyil. Yəni, ən azından bu əziyyət çəkdiyi kimi sən də əziyyət çəkməlisən. Çünki buna borclusan. Yəni, niyə o oxuyur, gecə-gündüz yatmır, baxırsan ki, kordur. Gözündə aç ki, oxumaqdan yorulub, belə mi olacaq? Əslində, bu kimi halların aradan qalxması və ya belə hallarla üzləşməmək üçün günümüzdə təbii ki, qaçınılmazdır. İstənilən bir idarə, istənilən bir ofisdə, istənilən bir şirkətdə bu kimi hallarla üzləşəcəksiniz, üzləşə bilərsiniz. Və bu kimi hallarda ən azından müəyyən şərt daxilində qaçılması üçün heç kəsə əksəriyyətə fikir vermə. Gəldin işə, öz işini gör, get. Və nəticədə hər hansı bir məqsədin, hədəfin, belə deyək, tutaq ki, dövlət qurumundasansa, kiçik müşavirsənsə, tutaq ki, baş müşavir və ya böyük müşavir olmaq üçün müəyyən etapa qədər inkişaf nəzərində qalıbsa, sən kiməsə fikir vermə. Kiməsə fikir verdinsə, sən başqa bir hər hansı bir məqsədin, planların ola bilməz və çoxluq hər zaman təkliyi üstələyir. Və nəticədə onlar hiss etsə ki, sənin onlara qarşı ziddiyyətin və qərəzliyin və yaxud belə soyuq yanaşman var, səni hətta ofisdən uzaqlaşdıra bilərlər. Niyə? Çünki bu dəqiqə əksər insanlar kimlərinsə əlindən işə düzəldiyi üçün çoxluq hər zaman təkliyi üstələyir. Ona görə kiməsə fikir vermə və başını sal aşağı, şəxsi işindən inkişaf et. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsində yaza bilərsiniz. Ümumi psixoloji düşüncə tərzini artırmaq və ümumi bəzi meyarlar onları aradan qaldırmaq üçün onlayn və yəni şəkildə seanslarımız davam edir. Qoşulmaq üçün müraciət edə bilərsiniz.